Çok möhtəşəm bir mənzərədir. Seyr eləmək üçün dayandım burada biraz. Xəzərin çox gözəl görüntüsü var buradan. Hələ də yollardayam. Avtostop etsəm də saxlayan yoxdur. Doğru dürüst heç maşın da keçmir üzü o tərəfə, mərkəzə tərəf. Yəsəm o gedişlə gedib piyada satacağım. Bir xeyli yol gəldikdən sonra avtostopum qarşılıq görmədi təəssüf ki və Xudat, Nabran-Xudat marşrutu rast düşdü avtobusu. Mən də mindim. Çünki yolum uzundur. İndi gedirəm Xudata tərəf. Oradan Xaçmaza, Xaçmazdan yenidən avtostop edəcəm inşallah. İndi isə Xudat Xaçmaz maşınındayım, avtobusunda gedirəm Xaçmaza, oradan sonra avtostop edəcəm. Sağ olsun məni Xudata gətirən sürücü, adı Ceyhun idi. Pul da almadı məndən. Bura qədər gətirdi məni. Hətta yemək falan təklif elədi ki, içərək yeyək, adı Sansar Mehriban biri idi. Sağ olsun, buraya da getirdi. İndi də gedirəm Xaçmaza. Xaçmazdayım artıq. Xaçmaz-Bakı yoluna çıxacağım və avtostopa davam. Burada yol boyu belə maşınlar dayanıb. Hamısı da pomidorla doludur. Yəqin kəndlərə, Bakıya, başqa rayonlara aparırlar. Maraqlıdır. Xaçmazın çıxışındayım artıq. Burada çıxışda maraqlı, gözəl parklar var. Xaçmazda çox qalmayacağım çünki burada dostlarım var. Bir neçə dəfə olmuşam, gəzmişəm. Ayrıca gələrəm təkrar gəzməyə. Bütün Xaçmazlı dostlarıma, Xaçmaz əhlinə salamlar. Maraqlı qaşınırdı. Xaçmaz Azərbaycanın əfsanələr paytaxtı. Bəli, Xaçmaz əfsanələr şəhəri deyə adlanır. Şəhərin çıxışındayam. İndi buradan Bakıya doğru avtostop edəcəm, görək necə olur. Xeyli müddətdir ki avtostop edirəm. Hələ ki nəticə yoxdur. Hələ ki şəhərin çıxışında gözləyirəm. Deməli, Xaçmazda olan avtostopuma Fərhad qardaş qarşılıq verdi. Sağ olsun məni maşından aldı. 5 barmağa qədər onunla gedəcəm. Çox sağ ol qardaş. Yolumuz açıq olsun.